Bakının su basmasının məxfi sirrini açıqlayıram. Bakını niyə su bastı? Nətər olur elə deyirlər 60-cı ildən bəri belə bir su gəlmədi, sel gəlmədi. Niyə yalan deyirlər? Axı normal bir yağış yağanda Bakını su basır. Axı niyə görə 2-3 il bundan qabağa qədər Bakını su basmırdı? Ancaq indi normal bir çobanlardan yağış belə yağanda Bakıda gölməçələr olur, hərəkət məhdudiyyəti yaranır. Niyə? Nədən? Ay nədəndir? Hamısı gəlin görək, nədəndir? Əliyevin Buzovnadakı evindən və Bakının mərkəzində yerləşən Prezident sarayında hər iki istiqamətdə hava limanına yeraltı tunel çəkilibdir. Bu tunellər fövqəladə hallar üçün çəkilibdir. Yəni insanlar ayağa qalxdı, darmadağın oldu, bombalar atdı, İran, Rusiya nüvə atdı, hər nəysə. Tunellər ən azı bir maşının rahat hərəkət eləyə biləcəyi genişliyindədir. Tunellər yer altından çəkildiyi üçün buna görə Bakının kanalizasiya sistemi məhv edilib. Çünki şəhərin bir neçə kanalizasiya xətti bu tunellərlə toqquşduğu üçün həmin kanalizasiya xəttlərinin bir neçəsinin qarşısı, qabağı betonlarla kəsilib, o kanalizasiyanın girişi betonlanıbdır. Bildiniz mi indi niyə? Bildiniz mi indi niyə? Namus və şərəf and içirəm ki, mən yalan demirəm. Bir çoxu da bu xəttə yönəldiyi üçün həmin xətt kanalizasiya sularının ötürülməsini çatdırmır. Yəni 4-5 kanalizasiya axıntılarını bir xəttə yönəldiblər. Halbuki bu kanalizasiya xəttlərini özünün sərbəst ayrıca xətti olmalıdır.